Salam əziz abituriyentlər, biz bugün sizlərlə birinci şansın qəbul sualı olan 75-ci suala baxacağıq. İlk öncə sualımızın şərtini oxuyaq. Əsası n olan say sistemində n və n-in ardıcıl rəqəmlər olduğu məlumdursa, m-in qiymətini tapın. Deməli, bizə burada verir ki, 5m 4 çıxılsın 4m 5 bərabərdir 48 onluq say sistemində. Və əsaslar da bizə nə verir? N verir. Bizim bunu tapmamız üçün biz bunların hər birini onluq say sistemində yazmalıyıq. Yəni onluq say sistemində açılışını yazmalıyıq. Bunun üçün ilk öncə 5m4-ə baxaq. 5 vurulsun n-in kvadratı. Üzərinə gəlirik m vur n, yəni n üstü 1. Üstə gəl 4 vurulsun n üstü 0. Bu bizə verəcək nəyi? 5n kvadratı üstə gəl mn və üzərinə gəlirik 4-ü. Və bu qayda ilə biz 4m5-də yaza bilərik. Yəni 4 vurulsun n-in kvadratı üstə gəl m vur n üstü 1 və üstə gəl 5 vurulsun n üstü 0. Və bu da edir 4n kvadratı üstə gəl mn və üzərinə 5 gəlirik. Və bunları indi bir-birindən çıxsaq 5n kvadratı üstə gəl mn üstə gəl 4 və çıxma olduğu üçün deməli bu mənfini burada daxil etməliyik. Yəni bunların hər birinə vurmalıyıq. Bu da belə olacaq. 4n kvadratı çıxılsın mn və çıxılsın 5. Bunu da bərabər edirik 48 onluq say sisteminə və burada belə bir tənlik çıxır ortaya. Burada mnlər yəni ixtisarı olunur, gedir və 5n kvadratından 4n kvadratını çıxdıqda n kvadratı və 4 plus burada mənfi 5 olduğu üçün burada olacaq mənfi 1 bərabərdir 48 yəni onluq say sistemində. N kvadratı bu da bərabərdir nəyə? 49-a. Deməli burada n-i biz nə tapırıq? 7 tapırıqsa, yəni əsası burada 7-dirsə, deməli burada m-i də nə olacaq? Əgər n 7-dirsə və ardıcıl ədəd bizə deyibsə, n-in qiyməti bax 7 və m-i də ardıcıl bir ədəd deyirsə, nə olacaq? 6 olacaq. Niyə görə biz burada 6-nı götürürük? Çünki burada əsası 7-dirsə, 7-dən yuxarı 8, 9 hər hansı bir rəqəm ola bilməz. Ona görə də burada m-in qiyməti ardıcıl dediyi üçün 6 rəqəmi olur.